Zaman zaman insanlar olaraq, tələbələr olaraq, gənclər olaraq çox vaxt ümidlərimizi itiririk. Bu ümidsizlik halı əlbəttə müasir gəncliyin ən böyük problemlərindən biridir. Xüsusilə də mənim. Bəzən olur, çox tez-tez ümidsizliyə qapılıram, hər şey bitdi deyəcəkkən, bir də görürəm ki, hər şey yenidən başlayır. Bugün ümidsizlik nədir? Ümidsizliklə necə mübarizə aparmaq olar? Ümidsizlik sənə nəyi ifadə edir? Bu başlıq adı altında söhbət edəcəyik. Mən Mehrac, kanalıma xoş gəldiniz. Əvvəla ümidsizlik və depressiya haqqında danışmaq istəyirəm. Ümidsizlik dediyimiz, yəni bir şey bacarmaq istərkən tam da hər şeyin başını buraxdığımız, hər şeydən əl üzdüyümüz bir andır. Ümidsizlik elə bir andır ki, insanı hətta bəzən intihar düşüncələrinə belə sürükləyə bilir. Ümidsizlik bəzən çox vaxt depressiyalara səbəb olur. Depressiyalarla bağlı biz deyə bilərik ki, bu da müasir gəncliyin ən böyük problemlərindən biridir. Depressiya haqqında da mənim bir araşdırmam olmalıydı, bir videom var idi. O video ilə maraqlanan yoldaşlarımız üçün buraya o videonu qoyacağım. Gedib o videonu da istəsəniz izləyə bilərsiniz. Depressiya haqqında belə qısa bir keçəcəm. Hansı ki, depressiya nələr təsdiq edir, nələr təsdiqləmir, bu kimi faktorlardan danışmışdıq o videoda. Yenə dediyim kimi izləyə bilərsiniz. Ümidsizliklə çox vaxt insanlar mübarizə aparmaq istəmirlər. Çünki bəzən ümidsizlik insanı elə yerdən vurur ki, ayağa qalxmayacağını düşünürsən, amma əslində ümidsizlik səni ayağa qaldıracaq ən böyük faktorlardan biridir. İçində ümidsizlik duyğusu varsa pis olma. Çünki bu duyğu səni gələcəyə möhtəşəm yerlərə aparacaq bir qapının açarıdır. Ən önəmli maddələrdən birinə. Ümidsizliyin ən böyük düşməni iradədir. Sən nə qədər iradə, nə qədər cəsarət göstərsən, eynisi mənə də aiddir. Nə qədər iradə, nə qədər cəsarət göstərsəm, nə qədər bu ümidsiz andan çıxmaq istəsəm, ümidsizliyi bir o qədər çox əzə biləcəm. Ümidsiz olduğun anlarda iradəni, mücadilə hissini göstərməlisən. Yəni necə deyim, ümidsizlik anında mən bacarmaram, xeyr, mən bacaracam, mən edəcəm, bu ümidsizlik anları olmalıdır. Bəli, bu şəxsi inkişaf dediyimiz yol hər zaman monoton, düz və möhtəşəm bir yoldan ibarət olmaya bilər. Çox vaxt bu yolda dərə təpələrlə rastlaşırıq. Bu yolla gedənlərdə hətta normal insanlara nisbətən daha çox dərə təpələrlə rastlaşmaq mümkündür. Xüsusilə də bizim kimi gənclər, hətta gənclik dövründə olan insanlarda da bu daha çox özünü müşahidə elətdirir, daha çox özünü göstərir. Önəmli olan bu anlar deyil, önəmli olan bu anları yaşamamız deyil. Önəmli olan bu anlarda bizim necə reaksiya verməyimizdir. Bizim gələcək taleyimizi həll edən bu pis, bədbəxt, ümidsizlik anlarında bizim verdiyimiz reaksiyalardır. Bizi gələcəkdə aparacağımız hədəflər, xəyallar, dostluqlar, yoldaşlıqlar, mücadilələr, pul, zənginlik, artıq nə varsa, bu hamısı ümidsizlik, ən çox da pis anlarda verdiyimiz reaksiyalardan asılı olan bir şeydir. Ona görə bu anlarda özümüzü qəmgin yox, xoşbəxt, iradəli, özgüvənli və xüsusilə də disiplinli hiss etməliyik. Gəldik hər birimizin gözünə parlaq ulduz kimi görsələr, amma arxa planda qaranlıq keçmişi olan insanlara, hansı ki ümidsizliyin kralını yaşamış olan insanlara. Mən 2-3 nümunə yazdım. Bu haqda internetdə bir çox nümunə vardı. Siz də gedib baxa bilərsiniz. Məsələn, Hüseyin Boltu bir çoxunuz tanıyır. Qaçış üzrə çempiondur. Hamımız onu sürətli qaçmasıyla, 100 metr qaçışı ilə, 1 kilometr qaçışı ilə tanımışıq. Hamımız görürük ki, 100 metrəni Hüseyin Bolt çox sürətli qaçır. Amma biz arxa planda onun nə qədər məşq etdiyini, qaça bilərəmmi, qaça bilmərəmmi, nə bilim, zədələnmələri, yaralanmaları görmürük. Biz sadəcə Hüseyin Boltu 100 metrə qaçarkən görürük. Biz arxa planda Hüseyin Boltun nə etdiyi haqqda heç bir fikrimiz yoxdur. Və inanın mənə, bu həyatda bir şey əldə etmək istəyiriksə, mütləq onun qarşılığını bir şəkildə ödəməliyik. Fitri istedadı olan insanlar belə o fitri istedadı aktiv eləmək üçün müəyyən qədər əziyyət çəkirlər. İnanın mənə, fitri istedadı olanların da sadəcə bir istiqamətdə fitri istedadı olur. Elə şeylər var ki, onlar müəyyən ağır zəhmət bahasına, əziyyət bahasına əldə edilir və onları fitri istedadı olan insanlar belə əldə edə bilmir ki, bu səndə, məndə, hər kəsdə olan xüsusiyyətlər ola bilər. Yenə dediyim kimi, başqa bir nümunə verəcəm. Şəxsi inkişaf kitabları oxuyan yoldaşlarımız biləcəklər. Brian Tracy var. Brian Tracy'nin bəzi əsərlərini oxumuşam. Məsələn, $1 milyon vərdişlərdir. Bəhanələrə yox kitabıdır. Bəhanələrə yox kitab haqqında da bir video çəkmək istəyirəm bu yaxınlarda inşallah. O videoda gələcək kanala.
Hansı ki bu insan fəhlə işləyib, yəni bizim gördüyümüz usta, bənna fəhlə kimi işləyib. Yəni bu vəziyyətdən çıxıb bu necə yazıya gəlib? Adamı olub, xeyr, imkanı olub, o da xeyr. Bu adamda digər insanlardan fərqləndirən bir xüsusiyyət olub. Ümidsizlik anlarında mən edə bilməyəcəm deməyib. Ümidsizlik anlarında içki içməyə getməyib. Özünü stresli hiss edəndə siqaret çəkməyib. Ümidsizlik anlarında pulunu boş-boş şeylərə xərcləməyib. Ümidsizlik anlarında özünü yatızdırmayıb. Biz bunu deyə bilərik. Necə deyim? Sənin düşmənin var. Amma bu düşməni udmaq üçün bir şey lazımdır. O düşmənlə üzləşməlisən. Sən o düşmənin yanından keçsən, o düşmən orada qalacaq. Sən o düşməni udmuş sayılmayacaqsan. Məsələn, bir nümunə göstərim. Qarşında bir qapı var, sənin gələcəyin. Bu qapı hər kəsdə var. Hər kəs bu qapını aça-aça gedir. Növbəti gələcək, nə bilim, lisey dövrüdür, məktəb dövrüdür, filan. Sənin qabağında böyük bir düşmən var, ümidsizlik. Sən bu ümidsizliyin yanından keçə də bilərsən, bu ümidsizliklə üzbəüz gəlib qarşılaşa da bilərsən. Sən yanından keçsən, o ümidsizliyi qazandığını zənn edəcəksən, amma halbuki ümidsizlik hələ də səni məktəb dövründə və ya universitet dövründə səni gözləyir olacaq və gələcəkdə yenə qarşılaşdıq kimi bir şey ifadə işlədə biləcək. Mən bunu metafor, məcaz anlamında işlətdim. Nə demək istədiyimi az çox anladığınızı təxmin edirəm. Yəni dediyim kimi ümidsizliklə üzləşməlisiniz. Necə deyim, bir dənə söz var. Qorxularını udmaq istəyirsənsə qorxularınla üzləş. Ümidsizliyə də eynisini mən şamil edirəm. Ümidsizliyini udmaq istəyirsənsə ümidsiz olduğun anla üzləşməlisən. Bir də bir şey vurğulayacağım. Bu çox önəmli bir şeydir. Ümidsizlik mənə görə bir son deyil, bir başlanğıcdır. Bəzi insanlar olur, məsələn, müəyyən günah bir şey işlədir, nə bilim, oğurluq edir, falan filan, nə bilim, imtihana az hazırlaşır. Bu zaman ümidsizliyə, depressiyaya qapılır. Məsələn, xüsusən də vicdanı həssas olan insanlar var. Niyə mən belə elədim? Niyə? Mən yaşamağa layiq deyil və s. belə ifadələr işlədir. İnanın mənə, bu hərəkətləri edəndən sonra özlərinə boş ver getsin kimi ifadələr işlədən insanlar da var. Yəni dəyərli bil. Ümidsizlik bir nevi sənə deyir ki, bax, özünü xatırla, öz əvvəlki halıva geri qayıt. Özünü xatırlamaq üçün ümidsizlik sənə bir mesaj verir. Ona görə bu bir son deyil, bir başlanğıcdır. Ümidsizliyin olması səni irəliyə aparacaq bir şeydir. Ümidsizliyin olmaması isə əksinə. Təəssüf ki, sən o bataqlıqdasan, amma bataqlıqda olduğunu özün hiss etmirsən. Bir var təhlükənin fərqindəsən, bir də var təhlükə var, amma fərqində deyilsən. Hansı məqamda çətinliyi yaşayacağını özün az çox təxmin edə bilirsən. Bir digər maddəmiz də belə fiziki olaraq bir şeydir. Ümidsiz olduğun anlarda mən bunu daha çox edirəm. Məsələn, bugün ümidsiz deyilsən, bugün özünü depressiyada və ya qəmgin hiss etmirsən. Al əlinə bir kağız və həyatda kiçik, xırda, böyük, əldə etdiyin bütün nailiyyətlər yaz. Məncə yoxdur demə. Var. Hər insanda olduğu kimi azı 2-3 dənə nailiyyətin var, yəni həyatda əldə etdiyin. Milyon dollarlardan, evlərdən, villalardan söhbət gedir. Məsələn, nə bilim, 5 kilo verdin. Yaz bunu. Yaz bunu qalsın kənar. Nə bilim, bugün sınav imtahanından 90% üstün nəticə göstərdim. Bunu yaz qalsın kənarda. Nə bilim, bugün öz maaşımı aldım. Yaz bunu kənara qalsın. Nə bilim, bugün dostlarımla nə bilim parka getdik və ya nə bilim bugün idmanda nə bilim müəyyən qədər irəliləmə qət elədim. Nə bilim, artıq var da bəzi hədəflər var, nümunələr göstərə bilərəm. Bunları yaz. Məsələn, bu gündəki məktəbdəki futbol turnirində qalib çıxdıq. Onu yaz, kağızı sadəcə püç, qoy, necə deyim, günlüyünün arasına. Əminəm günlüyün var. Günlüyünün arasına qoy və ya başqa bir dəftər kitabında olar. Özünü ümidsiz hiss etdin, mən heç nə bacarmaram dedin. Al, aç o kağızı, oxu, ümidsizlik anında yoxa çıxacaq. Bunun sənə qarantiyasını verirəm. O kağızdakı hədəflər səni özünə qaytaracaq. Hal-hazırda özünsən, ümidsizlik isə sənin tamamən başqa bir formandır. Yəni o kağızdakılar səni əvvəlki formana qayıtmağında kömək edəcək. İnan mənə, istəyirsənsə bu maddəndə sınaya bilərsən. Ümumi bir yekunlaşdırmaya gələcək olsaq, ümidsizliyi dostun və düşmənin kimi görə bilərsən. Ümidsizliyin dostun və ya düşmənin olması sənin ümidsizlik anında verdiyin reaksiyadan asılıdır. Ümidsizlik anında ya yıxılacaqsan, ya da ayağa qalxanlardan olacaqsan. Əminəm ki, sən də ayağa qalxanlardan olmağı istəyənlərdənsən. Bəli, bugün ümidsizliklə necə başa çıxmaq olar, ümidsizliyin ziyanlı və faydalı cəhətləri haqqında söhbət elədik. Əminəm hər biriniz üçün faydalı bir video oldu. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.